Qala qapıları arxamdan cırıltı ilə örtüldü. Şəhər tamam bir-birinə qarışmışdı. Mexdəgiləyə tərəf çapdım. Zeynanın qırmızı qana boyanmış üzü gözümün qarşısından getmirdi. Qəfildən hardansa atılan ox atımın sinəsini dəldi. At kələm ayaqlaq yola aşanda mən də yıxıldım. Sağ qolum altımda qaldı və elə şiddətli ağrı hiss etdim ki, baş gicəllənməm keçdi. Tez dikəldim. Sağ qolumu qaldıra bilmirdim. Qan tökəni sol əlimə aldım. Qarşımda bir pisnis dayanmışdı. Atis idi. Oxu o atmışdı. Görünür tanımamışdı. Çünki təəccüblə mənə baxırdı. Atis oxu yaya qoyub nişan aldı. Sonra ağır-ağır aşağı saldı. Atis, dedim. Əlini uzat. Gəl bu qaranlıqdan sən də çıx. Daha nə qədər əzmək və əzilmək olar? Atis başını aşağı saldı. Kədərli və həmişəki kimi sərxoş olsa da şuuru yerində idi. Bir vaxtlar təmiz adam idim, dedi. Bir vaxtlar hamı tərəfindən sevilirdim. 25 yaşımda bütün qadınlardan gözəl olan xanımım və 2 qızım vardı. Bunları deyib oxu və kəmanı bir kənara tulladı. Yerə çöktü. Birinci dəfə idi, keçmiş haqqında danışırdı. Atis, onlar indi hardadırlar? Soruşdum. Atis üzünü tamam açdı. Yanmış yanaqlarından yaş axırdı. Qocalmışam. Yorulmuşam, Kroos. Ölüm yaxındır. Amma qurtuluşum deyil. Öləndən sonra da yorulmağa davam edəcəyim. Dəyişmək əlindədir, Atis. Deyil, Kroos. Deyil. Mən bədbəxtəm və aldığım hər nəfəs ziyandır. Mənim gözəllərimin başına nə oyunlar açdılar. Kroos. Onların ölümü sonra bu qara dünyadan xilasları oldu. Mən isə onları qoruya bilməyən aciz və biçarə idim. Onlar məndən də xilas oldular. Onlar ağ idilər. Ölüb qaranlıqdan xilas oldular. Mən isə qarayam. Bu qara dünyada çox gözə çarpmıram, seçilmirəm. Öləndən sonra isə qaranlığımı özüm də görəcəyəm və daha çox ağrı çəkəcəyəm. Səsimi qaldırdım. Atis, elə isə ayağa qalx və qaranlığını dağıt ki, öləndən sonra sevdiklərinə qovuşa biləsən. Onların sifətinə mən hansı üzlə baxım, Kroos? Mən pisnisəm. Düz 35 ildir pisnisəm. Qaranlığa çox batmışam. Mənə baxan hər kəs qaranlığı hiss edir. Mənə bax. Bəli, mənə bax. Sənin 35 ildə qazandığın dərəcəni bir neçə ildə qazanmışam. Mənə diqqətlə bax. Məndə köhnə qaranlığımı görürsən? Atis başını qaldırdı. Başını buladı və heyrətlə dedi. Kroos, sən qaranlığını atmısan. Bunu necə bacardın? Qılıncımı onun qarşısına yerə sancdım və sağ əlimi güc belə ilə də olsa ağır-ağır ona uzatdım. Atis başını aşağı saldı. Get, Kroos. Get qaranlığı dağıt. Get qaranlığı irinli yara kimi kəs at. Mən rahat burax. Get ki, əlim qanına bulaşmasın. Atis, bu sonuncu şansın ola bilər. Nəfəs alırsansa, deməli hələ də ümid var. Cəhd elə. Ora bax. Başına çarə qılmalısan. 5 nəfər pune döyüşçüsünün üstümə gəldiyini gördüm. Qabaqlarına yeridim. Taskabarnal ələ keçirildi. Cikkel öldürüldü. Qala əlimizdədir. Döyüşməyiniz üçün səbəb yoxdur. Sözümə qulaq asmayıb hücum etdilər. Biri üstümə atılanda qan tökənin qəbzəsi ilə üzünə vurdum. Yıxıldı. Digərləri məni mühasirəyə aldılar. Sol əlimdə tutduğum qılıncla hər tərəfə zərbə endirir. Özümü müdafiə edirdim. Çox çəkmədən hamısını üstələdim. Geri baxanda Atisi görmədim. At da qanı axa-axa qaçıb uzaqlaşmışdı.
İri addımlarla Mehdigilərə tərəf getməyə başladım. Bütün şəhərdə çaxnaşma vardı. Hamı evində gizlənmişdi. Yollar boş idi. Mehdigilərə yaxınlaşdıqca qarşıma cəsədlər və qan izləri çıxırdı. Görünür, döyüş ətrafa da yayılmışdı. Zeynanın yaralandığı küçəyə çatdım. İkiyə bölünmüş qanlı dəbilqəsi yerdə idi. Başqa heç bir iz yox idi. Getdikcə cəsəd sayı artırdı. Nəhayət, Mehdigilərin ucaldığı küçəyə dönəndə hər tərəfin qan içində olduğunu gördüm. Bura, Kilisin döyüşdüyü yer idi. Yerdə yaralılar inləyirdilər. Başına qırmızı bağlamış 2 pune döyüşçüsü yaralılara su verirdi. Onların yanına qaçdım. Biri təzim edib dedi: "Zumğeğe, bu qələmin içərdədir, yaralanıb. Yanına get." Mehdigilərə qaçdım. Bu qələmin və neçə yaralı içəridə idi. Məni görən kimi dedi: "Zumğeğe, bura gəlməməliydin. Yaxşısan? Burada nə olub? Qalanları hanı?" Ülon, Kisil və İltiğin öz tərəflərini qoruya biliblər. Eşim dayı isə Dıkağı mənim ardımca göndərib. Onun tərəfini öz üstünə götürüb. Zumğeğe, qoruya bilməyib. Düşmən üstün gəlib və digərlərinə də arxadan hücum edib. Vəziyyət çətinləşib. Sonra iki tərəf də müqaviməti geri çəkib. Mən gələndə bu vəziyyətdə idilər. Geri çəkiləndə yaralandım. Düşmən şəhər meydanına yığışıb gücünü toplayırdı ki, son zərbəni vursun. Bizimkilər də oranı qabaqlamaq üçün hücuma keçdilər. İndi iki tərəfdən biri qalib gələcək. Get Zumğeğe, bizimkilər məğlub olsa, qalanları topla və qalaya çəkil. Bu qələminin yarası heç də yüngül deyildi. Amma hər şey bir nəfəsə danışmışdı. Tələsik içəri göz gəzdirdim. Sağlam olanlar yaralılara baxırdı, amma sayları az idi. Yaralıların içində Zenanı görə bilmədim. Çölə çıxıb meydana tərəf qaçdım. Qızğın döyüş gedirdi. Kisil və Ülön döyüşə rəhbərlik edirdi. Kisil piyada döyüşürdü. Ülön isə at üstündə idi. Onu bir anlıq gördüm. Atın üstündən əyilib sol əli ilə düşmən boğazından yapışdı və nərə çəkərək yuxarı qaldırıb digərlərinin üstünə atdı. Kisil də çox güclü balta zərbələri ilə düşmənləri əzirdi. Mən də döyüşə atıldım. Bizimkilərin arasından keçib qızğın döyüş gedən hissəyə çatdım. Sağ qolum tərpəndikcə ağrı verirdi. Amma sol əlimdəki qan tökən ilə düşməni geri oturtdum. Çarpışma bir qədər uzun çəksə də düşmən məğlub olub qaçmağa başladı. Bizimkilər arxalarınca getmək istəsələr də hamını geri çağırdım. Kisil yorğun halda yanıma gəldi. Vəziyyət necədir? Soruşdum. Zumğeğe, döyüş çox ağır oldu. Qalib gəldik, amma bundan sonra necə döyüşəcəyik? Ülön də yanıma gəldi. Üzümü ona tutdum. İltiğin hanı? Səndən ayrılandan sonra görməmişəm. Jinjak da görünmür. Mehdigilərə çəkilin. Göstəriş verdim. Orada qərarlaşarıq. Jelkosev və Zenadan xəbər varmı? Ülon başı ilə yox dedi. Döyüşdən çıxmış Ülon daha heybətli idi. Amma Zenanın fikri mənə daha çox təsir edirdi. Hamı Mehdigilərə çəkilirdi. Yaralıları da özləri ilə aparırdılar. Biz də onlara qoşulduq. Tez-tez Zenanı soruşurdum. Heç kim görməmişdi.